Birinci növbədə istər Pakistan tərəfindən və Çinlə razılaşdırılmış sülh paketi, istər Amerika Birləşmiş Ştatlarının tərəfindən 15 maddəlik sülh müddəasının həyata keçirilməsi bugün real görünmür. Birincisi, İran artıq elə bir mərhələyə çatıb ki, indiki zamanda müharibəni dayandırması və şərtlərə boyun əyməsi onun məğlubiyyəti kimi qələmə veriləcək və bu İran xalqında çox ciddi suallar yaradacaq və bundan sonra İranda hakimiyyətin əldə saxlanılması sual altına düşəcək. Və ikinci bir məsələ isə təhlükəli bir məsələ. İranda söhbət kiminlə aparılacaq? Kim qol çəkəcək və bunun arxasında kim dayanacaq? Nəyə görə təhlükəli deyirsiniz? Bu çünki hal-hazırda İranın dini ali liderinin sağ olub olmaması, özünün qol çəkib çəkməməsi, özünün razılığının olub olmaması da hələ bilinmir. Yəni biz onu həmin ilk müharibənin başladığı ilk gündən sonra görə bilməmişik. Və bugün Amerika Birləşmiş Ştatlarının və eyni zamanda Pakistanın və digər ölkələrin kiminlə razılaşmaq istədiyi də bilinmir. Çünki İranda hal-hazırda demək olar ki, hakimiyyət inqilab keşikçilərinin əlində toplanıb. Və bilirsiniz ki, hazırda mövcud konstitusiyaya görə də hakimiyyət onların əlindədir. Yəni, dini ali liderin əlindədir və dini ali liderin də birbaşa ixtiyarında və özünün yaratdığı və rəhbərlik etdiyi də elə inqilab keşikçiləri korpusudur və onlar da hal-hazırda İranın inqilabi quruluşunu saxlamaqda mükəlləfdirlər. İranın hazırki prezidentinin isə bu məsələlərdə o qədər də ciddi təsiri olmadığı görünür. Bunu mən təhlükə sayıram. O baxımdan bu sülh müqaviləsinin olması, atəşkəsin elan olunması bütün məsələlər razılaşdırılmadan mümkün görünmür və İranın nüvə silahını və raket potensialını sıradan çıxartmaq, yəni onu sıradan çıxarmağa razılaşması da real görünmür. Bugün İran elə bir yaralı vəziyyətdədir ki, onlar ancaq və ancaq qisas haqqında düşünürlər. Və bugün onların hakimiyyətini saxlamaqları da xaricdə bir düşmənin olması obrazıdır. Əgər doğrudan da Amerika Birləşmiş Ştatları ilə İsrail ilə razılaşsalar və onların şərtlərinə boyun əysələr, o zaman artıq inqilab keşikçilərinin heç bir gücü qalmır. Yəni onların məntiqlə mövcudluğu nə üçün lazımdır İran xalqının gözündə? Bu baxımdan mənə belə gəlir ki, İran inqilab keşikçiləri də və hal-hazırda müharibə tərəfdarları da bunu çox gözəl bildiklərinə görə Amerika Birləşmiş Ştatlarının tələblərinə boyun əyməyəcəklər. Çünki onlar bilirlər ki, Pakistan da, Çin də olsun və digər Misir, Türkiyədə istənilən bir razılaşmanı Amerika tərəfi ilə də razılaşdırır. Təbii ki, yəqin ki, İsrail ilə razılaşdırmırlar, amma Amerika tərəfi ilə razılaşdırırlar. Və belə bir razılaşma da ortada olacaqsa və İran buna boyun əyəcəksə, onda İran xalqında və bütün dünya ictimaiyyətində belə bir sual yaranır. Bəs bu qədər infrastrukturun dağıdılması, İranın dağıdılması, insanların öldürülməsi, Hörmüz boğazının bağlanması nə üçün lazım idi? Bunlar nə üçün edildi? Belə bir suallar yaranacaq. O baxımdan mən hal-hazırda bu atəşkəs elan olunsa belə onun tez bir zamanda yəqin yenidən də pozulacaq.